Salam, hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. OTV-nin bugünkü qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz müəllim Hacıyevdir. Hafiz müəllim, xoş gördük. Xoş gününüz olsun, xoş gəlmişsiniz. Hafiz müəllim, uzun müddət ki, Azərbaycanın siyasi gündəmini Ramiz Mehdiyev və onun həbsi məsələsi məşğul eləməkdədir və proses başlayıb, hüquq mühafizə orqanları hərəkətə keçib, hətta onun barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib, ev tutaqlığındadır. Soruşmaq istəyirik ki, Ramiz Mehdiyev təhlükəsi Azərbaycan üçün, dövlətçiliyimiz üçün hələ də qalırmı? Siz necədir? Bu məsələ çox ciddi bir məsələdir. Bu məsələ büyünün məsələsi deyil. Bu məsələ 2010-cu ildən məsələ gündəmdədir. Amma çox təəssüf ki, Ramiz Mehdiyevin əhatəsi, özü, onun Rusiya aləmində olan çəkisi çox ağırdır və o cümlədən də Ramiz Mehdiyevin Azərbaycan hakimiyyətinin daxilində çox böyük bir, necə deyirlər, ciddi bir iz buraxıbdır. Bu günə qədər Azərbaycan dövlətini, Azərbaycan hökumətini idarə edən Ramiz Mehdiyev olubdur. Necə idarə edib, necə idarə etməkdir, o göz qabağındadır və Azərbaycanda, Azərbaycan torpaqlarının, Qarabağın 30 il işğalda qalmasının birbaşa günahkarı Ramiz Mehdiyev olubdur. Mən bu məsələni 2010-cu ildə biləndən sonra çox geniş bir müsahibə verdim. Xural qəzetində verdim və Ramiz Mehdiyevin adamlarının birinə mən hər həftə Gəncəyə samolyotla gedirdim. Valideynlərim oradaydı. Onların yanında Allah rəhmət eləsin, onların indi yoxdular. Mən bu söhbəti o vaxtı bir deputata dedim. Deputat dəndə Mübariz Qurbanlıya dedim ki, bəs belə bir müsahibə vermişəm. Əl çəkmədi məndən. Məni aeroportda, Gəncə aeroportuna düşdük. Məni zorla qaytardı ki, qayıdıb gedib bu məsələni sən gündəmdən çıxartmalısan. Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Azərbaycanın bugünə də Azərbaycana xidmətləri budur. Və mən ona bildirdim ki, siz düz danışmırsınız. Burada söhbət ondan gedir ki, mənə Moskvadan çox ciddi məlumatlar daxil olubdur və məlumatlar əsasında danışıram mən. Ramiz Mehdiyev də həmən ərəfədə birisi prezident aparatının rəhbəri idi, bu rəsmi adam idi. Və mən o vaxtı dəndə çoxları inanmırdı, çoxları belə deyək də dırnaq arası baxırdı məsələyə və bütün proseslər göstərdi ki, həqiqətən də mən 2010-cu ildə dediklərimin hamısı gəldi, öz təsdiqini tapdı. Mən bu barədə dəfələrlə məlumat verdim yuxarılara. Yuxarılar da sözünüzü gücü çatmırdı. Beləsi ki, mən 4 dəfə prezidentliyə namizəd oldum. Namizəd olduğum ərəfədə də onun kadrları ilə çox ciddi mübarizə apardım. İctimai televiziyanın diskussiyalarında, bizim o teledebatlarda və Ramiz Mehdiyevin bu gün də, dünən də, gələcəkdə də adamların əksəriyyəti 80% hakimiyyətdədir. Bugün Milli Məclisin sədrinin müavini Ramiz Mehdiyevin sağ əlidir. Əli Əhmədov. Bizim də yerlidir. Ramiz Mehdiyevin sağ əlidir və Ramiz Mehdiyevin bugün sual verirlər siz kimi, hörmətli jurnalistlər. Deyir, hələ o barədə bir məlumat yoxdur. Hüquq mühafizə orqanlarının rəsmi açıqlamaları yoxdur. Yenə Azərbaycan Partiyasında onun çox böyük imkanları var. Arif Rəhimzadə deyir ki, hələ məhkəmənin qərarı olsun ondan sonra. Bilsin necədir, burada prezidentə böyük dirəniş göstərirlər. Prezident nə eləməlidir? Prezident tək bir adamdır. Prezidentin 100 dənə işi var. Prezident həyatını o millət üçün qoydu. Amma onun o qoyduğu həyat, çəkdiyi əziyyətləri heç endirirlər. Nöqsanlar çox, problemlər çox. Hər gün rüşvət, korrupsiya, kadrların düzgün seçilməməsi, bugün qoyur 40 gündən sonra icra başçısının işdən rüşvət xorusda azad edilməsi, bilsən, bu çox ciddi məsələdir. İctimai rəydə çox böyük rezonans doğurur. Yəni, bilsən, bunların hamısını zaman-zaman mən, necə deyirlər, birbaşa bilincə qədər çatdırmışam. Və Ramiz Mehdiyevin Azərbaycanda siyasi müxalifətlə çox sıx olmasını mən çatdırmışam və rəsmi faktlarla sübut eləmişəm. Və məsələn, Azərbaycanda özünün ana müxalifət adlandıran rəhbəri Kərimov Əlinin Ramiz Mehdiyevlə sıx kontaktlarını mən çıxartmışam. Elə o məsələnin üstünə gələcəkdim, Hafiz müəllim. Doğrudanmı Əli Kərimli Ramiz Mehdiyevin kadro olub və uzun müddət onunla əməkdaşlıq eləyib? Siz necədir? Mən bunu özümdən kəşf eləmirəm. Məsələn, Amerika kəşf eləmirəm. Mənim
faktlarla, indi faktlar buradadır. Məsələn, əgər lazımsa sizə o sənədləri göstərə bilərəm. Yəni bilsin necədir? Əbülfəz Elçi bəy rəhmətə getməmişdən öncə onun xəstəlik məsələsi var idi. Rəhmətli Əbülfəz Elçi bəy də ipodromun yanında kirədə qalırdı. Dəfələrlə mən tez-tez indi olmayım yanında olurdum. Mən rəhmətlinin xətrini çox istəmişəm və onun müalicəsi üçün də çox əziyyət çəkdim. Və o mənə bir söz dedi, mənim hayfım qisasımı alın. Rəhmətli bəyin sözüdür. Bunu qardaş uşaqların yanında deyibdi, Mürsəlin yanında deyibdi, rəhmətli qardaşı Almuradın yanında dedim. Dedim, bəy nə olub ki? Deyir, mən getdim onun ad gününə, Kərimov ad gününə. Orada gələndən sonra bəs qusma tutdu məni, orada aş yedim, aşın içində məni zəhərlədilər. Bunu Mir Mahmud ağa da bilir, bunun onun keçmiş köməkçiləri də bilir bəyin. 110 nəfər adam dindirildi, 110 nəfər. Və nəhayət ən axırda Bakı şəhər prokurorluğu mənə dedi ki, artıq bu qərar çıxmalı ki, həbs edilsin. Dedi ki, Ramiz müəllim icazə vermir. Ramiz müəllim icazə vermir. Mən dəfələrlə məsələləri qaldırdım həmin ərəfədə. Dəfələrlə qaldırdım. O vaxtda anası erməni olan Zakir Qaralov idi baş prokuror. Dəfələrlə dedim və bir dəfə mənim müavinim İbrahim Həsənovla Hilton otelində böyük bir tədbir var idi. Dənizin qırağında xarici dövlətlər, Avropa Şurasının nümayəndə heyəti gəlmişdi, rəhbərlik gəlmişdi. Prezidentdən namizədləri də qəbul edildilər. Həmin ərəfədə Zakir də oradaydı, onun müaviri də. Mən dedim ki, Zakir, müəllim, axı siz düz eləmirsiniz, bu vəziyyət belədir. Dedi, biz onu tutmayacaq. Ramiz müəllim deyir ki, geçsin, hapis öz işinlə məşğulsun. Dedim, çox sağ olun, minnətdarım. Yəni, məsələnin bağlılığı ondan bəlli idi. Və yaxud da ki, xalq cəbhəsinin içində mənim də dostlarım çoxdur, bu gün də var. Mən bunu inkar eləmirəm. Hamımız bir hakimiyyətdə olmuşuq, müəyyən hakimiyyətin qollarında təmsil olunmuşuq. O keçirilən mitinglər var idi Eldar Mahmudun vaxtında, Milli Təhlükəsizlik Nazirinin vaxtında. Yadınıza gəlir də Fəvvərələr meydanında. Onun hamısını təşkil edən Ramiz Mehdiyev idi. Prezidentə təzyiq göstərmək üsulu idi. Və orada təşkil edirdi Eldar Mahmudovla barabar. Gedir, deyir, cənab prezident, icazə verin, mən onlarla danışıb bu məsələləri yad-küt eləyəcəm, sakitləşdirəm. Prezidentə nə lazımdır? Prezidentə lazımdır ki, sakitlik olsun, xalqı başı bəlalarda olmasın. Onun hamısını Ramiz Mehdiyevlə Kərimov Vəlinin qurduğu oyunlar idi. İndi təbii, burada biz necədir? Bugün indi Kərimov Vəli elə bir fiqur deyil ki, bu satsa ona qarsın. Onun elə bir bacarığı da yox idi. Amma bugün Ramiz Mehdiyevin böyük imkanları var. Ramiz Mehdiyev bugün yenə elə məndə olan məlumatlara görə Tifliski prospektində olan o 4 mərtəbəli villasında qalır. Orada dovşan da saxlayır, müəyyən onun orada baseyni də var. Fərqi yoxdur. Ondan ötəri çıxıb 4-cü mərtəbədən şəhəri də seyr eləyir. Ramiz Mehdiyev həbs edilir ki, onu daşın arest deyirlər, ev tustaqlığı. Bu o qədər də onun üçün nə mənası var? Elə evdəydi də o hara çıxır ki, çıxmırdı. Yəni Ramiz Mehdiyevə olan bugünkü o baskı çox azdır və hələliklə bir iş görülməyibdir. Mən bugünkü Versusaz saytında da verdiyim müsahibədə demişəm. Yaxşı, biri Gültəkin Hacıbəyli, biri Kərimov Vəli, biri də Cəmil Həsənli deyək. Hafiz müəllim, yeri gəlmişkən mediada xəbərlər yayıldı ki, Fuad Qəhrəmanlının da istintaqa çağırırlar, ancaq o xaricdədir. Sizcə yenə nə baş verir? Bəli, Fuad Qəhrəmanlıya da cinayət işi qaldırıblar, onu da dəvət ediblər. Axı, Fuad Qəhrəmanlı buradaydı, onu niyə buraxırdınız? Əlinizin altdaydı axı. O bilmirdiniz, indi Fransadan deyir ki, mənə sualı verin, cavab verək. Yəni, bilsən nətədir, axı, buradakılardan o kitlə, bunlar kilçələrdir. Burada balinalar var axı. Ramiz Mehdiyevin Pusatsa komandasının hamısı oturub hakimiyyətdə. Parlamentin 80% Ramiz Mehdiyevin adamlarıdır. Ramiz Mehdiyevin məqalələrini yazanlardır. Ramiz Mehdiyevin belə də nəvəsinin toyunda oynayan Siyavuş Novruzov, onun xanımı bir gün ambusmandır. Orada digərləri olubdur. Bunlar niyə ortaya çıxmır? Məsələn, keçmiş Ali Məhkəmənin sədri Ramiz Zeynalovdur. Ramiz, bilməm, familiyası nətərdir. Ramiz müəllim onun sağ əli idi. Bugün onun qoyduğu kadrların əksəriyyəti əksəriyyəti hüquq mühafizə orqanlarındadır. Əksəriyyəti çox böyük vəzifələrdə nazir müavinləridir. Yeri gəlmişkən, keçmiş nazirləri Ziya Məmmədov və başqalarını elə Ramiz Mehdiyevlə əlaqədə işbirliyində günahlandırırlar.
Sizcə bu proseslərin axırı nə ilə yekunlaşacaq? Təbii, doğrudur, yox, onların hamısını mən qaldırmışam. Məsələn, orada kimlərdir? Məsələn, yadınıza gəlirsə, bu hadisələr baş verməmişdən öncə Ramiz Mehdiyevin haqqında qəti imkan tədbiri seçilməyə bir 3-4 ay öncə mən özümü telekanallarda, o cümlədən Reaksiya TV-də, Müsavat TV-də, digər telekanallarda deyirdim ki, Ramiz Mehdiyev dövlət çevrilişinə hazırlaşır. Və Novxanı bağlarında Azərbaycan dövlətinin əleyhinə böyük kampaniya başlayıbdı. Orada gedib gəlirdilər. Orada kimlər gedib gələn? Mən özüm şəxsən, mənə deyiblər, inanmamışam. Mən özüm də görmədiyim şey heç vaxt nə media sızdırmıram, nə yuxarı rəhbəriyə məlumat vermirəm. Axı, bilsə nə tədir, bu sabah mənə məhkəmə preydimə. Mənə deyəndə ki, bunlar invalidlər maşınınla gedirlər Ramiz Mehdiyevin bağına, Novxanıdakı bağına. Orada onun arxa tərəfində onun qonşusunun evi var. Orada düşürlər, oradan bir balancaq yayındırırlar. Mən özüm də bir maşına oturub onların arxasında getmişəm. Getmişəm və özüm görmüşəm kimlər düşüb çıxır. Bunları aşmışam mən. Məsələn, Əbfaz Qarayev oradan, keçmiş Milli Təhlükəsizlik naziri oradan, Ziya Məmmədov oradan, onun qardaşı oradan. Orada böyük pullar yığılmışdı, milyardlarla pullar yığılmışdı. Ona atışma deyirlər. Onlar artıq dövlət çevrilişinə hazırlıq vəziyyətləri gətirib çıxartmışlar. Məsələni pozdum. Mən demirəm, mən qəhrəmanlıq eləmişəm. Ondan ki, bu dövlət üstündə qəhrəmanlıq eləsən də xeyri yoxdur, eləməsən də. Bunlar qiymət bilməyən bir hökumətdir, bir dövlətdir. Mən millətimin namına, mən cənab prezidenti biz həyatımdan artıq istəyən bir insanam. Mən deyirəm, ona gələn zərbələrin hamısını öz üzərimə götürürəm. İdeoloji bir işdir, bu böyük işdir. Sadəcə silah müharibəsi getmir. Beyin müharibəsidir. Beyin müharibəsində də elə sinəmi, döşümü bu partiya qabağa verib, bir gün cənab prezidenti bu bəlalardan qoruyur. Yaxşı, bunlardan nə çıxacaqdır? Bunların hamısı Ramiz Mehdiyevin adamları bugün əgər yenə prezidenti aldadırlarsa, ölkədə qarışıq yaradırlarsa, qarşılıq salırlarsa, hara gedə bilərik? Əgər bugün belə deyək, Azərbaycanda insanların maddi rifah halının yaxşılaşdırılması da rəhbərlik edən bir nazirin ermənidirsə, biz hara gedə bilərik? Sosial təminat, bugünkü Maliyyə Naziri, keçmiş sosial təminat, anasının erməni olması, bunu mən demirəm ki, gedin Bərdədə, qəbristanlıqda baxın, çəkin. Yəni, niyə bunları mən deyirəm? Bəli, əlbəttə ki, bunları mən deyəndə mənə böyük baskılar gəlir, prezident aparatından ki, sən niyə bunun adını çəkirsən? Mən bunun adını çəkirəm ki, bugün Azərbaycan xalqını qızıqlandırıb, meydanlara sürükləyən insanlar bunlardır. Hafız müəllim, çox sağ olun. Bizə vaxtınızı, dəyərli zamanınızı ayırdığınız üçün sizə təşəkkür edirik.